Salam, bugünkü izdahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən, deməli 23-cü paragraf Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı. Deməli Rza xan 1921-ci ildə dövlət çevrilişi edir. Bu dövlət çevrilişi edərək əvvəlcə hərbi nazir olur, sonra isə baş nazir olur. 1925-ci ildə isə deməli Qacarlar sülaləsinin hakimiyyəti bitir, olur Rza xan olur Rza Şah. Və Pəhləvilər sülaləsi hakimiyyətə başlar 1925-dən 1979-a qədər. Deməli, bu fars mənşəlidir artıq. Amma Pəhləvilərdən də əvvəl dedi ki, Qacarlardır. Qacarlar nə vaxt başlamışdı? 1796-dan 1925-ə qədər. 1925-dən 1979-a qədər Pəhləvilərdir. 1979-cu ilin 1 aprelindən isə İran İslam Respublikasıdır. Deməli, 1930-cu illərdən başlayaraq isə artıq İranla SSR həm də Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında deməli əlaqələr zəifləmişdi, sonra demək olar ki, tamamilə bitmişdi. Burada da fabrik zavod və sənayesi zəif inkişaf etmişdi artıq. Sonra danışaq pan-İranizmdən. Pan-İranizm nədir? Deməli, 1920-30-cu illərdə Cənubi Azərbaycan Qərb və Şərq osanlarına, əyalətlərinə bölünmüşdü. Deməli, İranda Azərbaycanlıların milli şüurunun formalaşması Şimali Azərbaycana nisbətən ləng gedirdi. Məsələn, Şimali Azərbaycanda 20-ci əsrin əvvəllərində artıq milli partiya və təşkilatlar yaradılmışdı. Yəni 1903-də, 5-də belə təşkilat və partiyalar yaradılmışdı. Bunun da səbəbi o idi ki, Cənubda ləng getməsin. Dövlət səviyyəsində paslaşdırma siyasəti aparılırdı. Sonra burada pan-İranizm siyasəti xalqların milli şuurunun, mədəniyyətinin inkişafının qarşısını almağa yönəlmişdi. Ana dilində kitab, təhsil qadağan edilmişdi. İkinci Dünya müharibəsi dövründə də Almaniya İran ərazisindən istifadə edir, SSR-yə qarşı təxribatlar aparır. Ona görə də bunun qarşısını almaq üçün 1941-ci ilin avqustunda SSR və Böyük Britaniya İran ərazisinə qoşun yeridir. İndi Böyük Britaniya cənubi, SSR isə şimalı. Yəni az-az xəritə biliriksə, bilirik ki, SSR şimalını tutur, o yaxındır. SSR isə şimal bölgəsinə qoşun yeritdi və 1941-ci ilin sentyabrında isə Rza Şah öz oğlu Məhəmmədin xeyrinə taxtdan imtina edir. Burada da bəzi amillər var. Məsələn, bu Məhəmmədin dövründə də real hakimiyyətin parlamentin əlinə keçməsi, siyasi azadlıqların başlanması, yəni siyasi azadlıqların başlanması kimi amillər bu Cənubi Azərbaycanda demokratik hərəkət üçün təkan verdi, imkan yaratdı. Və Təbriz yenə də həmin bu inqilabın mərkəzi olur, həmişəki kimi. Deməli, hansı ki bu demokratik dəyərləri təbliğ edən qəzet və jurnallar nəşr olmağa başlayır artıq. Yəni 1941-ci ildən 45-ci illərə qədər. Əslində olası dəstəyə baxdım, 9-cu sinif dəstəyində bir çox şeylər verilmir. Məsələn, bu demokratik hərəkətin birinci mərhələsi haqqında verilməyib, birbaşa keçib ikinci mərhələsi, yazır ki, 1945-ci ildə növbəti başladı, 45-ci ilin yayında başladı. 41-ci ildən başladı 45-ə qədər birinci mərhələdə, orada bahalığa, möhtəkirliyə qarşı elə də fəal mübarizə deyildi. Amma 45-ci ilin yayından artıq bu yəni geniş formada başladı. Və soyuq müharibənin ilk əlamətləri elə bu İran məsələsində özünü göstərə bilmişdi, özünü göstərmişdi. Və Cənubi Azərbaycanın müxtəlif təbəqələrindən olan insanlar Sovet İttifaqı ilə əlaqələrin güclənməsinin tərəfdarı idilər. Çünki axı Şimali Azərbaycan var onun tərkibində. Və 1945-ci ilin sentyabrında Pişəvərinin başçılığı ilə deməli Azərbaycan Demokratik Partiyası yaradılır. Onun haqqında bəyanat verilir daha doğrusu. Bu bəyanatda isə deməli Cənubi Azərbaycan İran tərkibində inzibati ərazi muxtariyyəti, iqtisadi islahatların keçirilməsini qeyd edir. Baxın, bunlar İranın tərkibində muxtar dövlət olmaq istəyirlər. Muxtar, yəni daxili idarəçiliyi olan dövlət. Mətbu orqanı isə Azərbaycan qəzetidir. Həmin ilin 45-ci ilin oktyabrında ADP-nin, bu Azərbaycan Demokratik Partiyasının birinci qurultayı keçirilir. Bir də bir şey deyim, 1917-ci ilin oktyabrında isə Müsavatın birinci qurultayı keçirilmişdir. Belə əlaqəli şəkildə yadda saxlayaq. O 45-ci ilin dekabrında ADP-nin cənubda, şimalda isə 1917-ci ilin oktyabrında Müsavatın, oktyabr dedim də, deməli, burada da bu qurultayda da hansı ki onun nizamnaməsi qəbul olunur. Bir də ki, bu partiyanın rəhbər orqanları seçilir. Pişəvərinin başçılığı ilə mərkəzi komitələri, yəni Pişəvəri olur mərkəzi komitənin sədri. Sonra noyabrda isə bu Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirilir və dekabrın 12-sində, 1945-ci ilin dekabrın 12-sində Milli Məclis Milli Hökumətin tərkibini təsdiq edir.
və bu yəni milli hökumət yaranır ikinci dəfədə, bir dəfə də yaranmışdı 1920-ci ildə, onu artıq öyrənmişik. Deməli bu milli hökumət İranın tərkibində ərazi muxtariyyəti tələb edir. Yəni yenə də dediyimiz kimi bu deyişi demokratik İran olsun, bizə də onun tərkibində muxtariyyət. Muxtariyyət nədir? Yəni yalnız daxildə idarəçilikdə sərbəstlik verilsin. Deməli xarici siyasət, müstəqil xarici siyasətin müharibəsini aparmır bu. Və Sovet qoşunları da bu Cənubi Azərbaycanda olduğu üçün bu ideya inan biraz da artmış olur. Yine danışan milli hökumətin tədbirləri. Yenə baxdım burada dəstəkdə 9-cu sinif Azərbaycan tarixi dəstəyində bu milli hökumətin tədbirləri haqqında yəni çox qısa verilibdi. Onların tarixləri də verilməkdir. Amma onların hər birisinin keçirilmə tarixi var. Deməli baxın, birinci 46-cı ilin yanvar ayında dil haqqında qanun qəbul olundu. 1946-cı ilin yanvar ayında. Birinci dilimizdən başladı. Mən belə məntiqlə yadda saxlamışım ki, birinci dilimizdən başladı. 46-cı ilin yanvar ayında. Sonra bu dil haqqında qanuna görə nə olur? Azərbaycan dili rəsmi dövlət dili statusu alır. Sonra fevral ayında torpaq məsələsi keçdi önə. Aqrar qanunda. Burada da nə deyilir? Bu torpaq sahəsi haqqında qanunda deyir ki, hansı ki dövlət torpaqları, hökumətə tabe olmayan mülkiyyətçilərin torpaqları kəndlilərə paylanır. Bu da aqrar qanunudur. Bir də şimaldakı hakimiyyətindən fərqi olur ki, bu aqrar qanun burada həyata keçirilməyə başlayır artıq. Amma şimalda olmamışdı bu aqrar məsələ. Sonra may ayında isə əmək haqqında qanun qəbul olunur. İndi bir şey deyim. Bunu da belə yadda saxlamışam ki, bu may ayında 1 may əmək işçilərdə, yəni bayram günü, əmək üçün tarixi gün kimi qeyd olunur. Və 1 may ayında olduğu için bu əmək günündə, əmək haqqında qanunda mayda olduğunu yadda saxlamaq yəni çətin deyil. Deməli birinci dilimizi düzəltdi. Yanvar ayında dil haqqında. Sonra aqrar qanun, may ayında isə əməklə əmək haqqında qanun. Bir yerdə saxlayın. Bir də əmək haqqında qanunda nə deyilir onu demədim. Burada deyilir ki, işçilərə Həmkarlar İttifaqı vasitəsilə müəssisələrin işinə nəzarət etmək haqqında hüquq verilir. Baxın, bunları da məncə hər detallı ilə öyrənsək yaxşı olar. Çünki miqlər üçün lazım ola bilər bu. Baxın, hansı qanunda deyilir bu? Əmək haqqında qanunda deyilir, torpaq haqqında, aqrar qanunda deyilmir. Nə deyilir? Deyilir ki, Həmkarlar İttifaqı vasitəsilə nəzarət edə bilərsən sən müəssisələrin işinə. Sonra bir də 1946-cı ilin iyun ayında isə Təbriz Universiteti yaradılır. Universitet 2-ci milli hökumət dövrünə düşür. Bu da milli şuurun, milli mədəniyyətin inkişafına səbəb olur. İndi milli hökumətin süqutundan danışaq. Deməli, İran hökuməti Cənubi Azərbaycanda olan bu milli hökuməti təbii ki, azadlıq hərəkatını təbii ki, yatırmağa çalışırdı. Ona görə də Şah hökuməti BMT-nin iclasında bu İran məsələsinin baxılmasından ayrıldı. İlk müzakirə olmuş məsələlərdən biridir bu. Və SSR ilə danışıqlara başlayır. Sovet qoşunları Azərbaycan ərazisini, daha doğrusu İran ərazisindən çıxarması üçün neft məsələsində İran hökuməti ilə müqavilə imzalayır. Düzdür, Mirzə Bağırov buna etiraz bildirir, amma yəni Sovet qoşunları çıxarılır. Yəni Sovet qoşunlarının çıxarılmasına razılıq verildi 1946-cı ilin dekabrında, yəni yaranmasından tam bir il sonra deməli hökumət qoşunları Cənubi Azərbaycana müdaxilə etdi. Düzdür, fədai dəstələri burada müqavimət göstərir, amma Sovet hökumətinin təzyiqi ilə müqavimət dayandırılır. Deməli, bu milli hökumətin rəhbərləri, fəal üzvləri edam edilir. Pişəvəridə deməli avtomobil qəzasında müəmmalı şəkildə vəfat edir. Yəni bir sözlə yatırıldı bu milli azadlıq hərəkatı, amma bu hərəkat ölkənin sonraki tarixinə, taleyinə çox böyük təsir göstərdi. Bu qədər, sağ olun.